Deməli uşaqlar, biz sistemimizdə data centrimizi yaratdıq, klasterlarımızı yaradıb, üzərində hostlarımızı qaldırdıq. Əlavə olaraq HA'yi, diarezi aktiv hala gətirdik və stabil bir idarəetmə sistemi yaratdıq. Ancaq daha stabil bir sistem yaratmaq üçün sadəcə bir mövzumuz qalıb. Bu da bizim Datastore Cluster dediyimiz bir mövzudur. Çünki biz nə qədər effektiv bir sistem yaratsaq da, biz datastorelarda cluster etməsək, demək olar ki, bir tərəfdən qol yeyə bilərik. Məsələn, bizdə ola bilər ki, clusterımız bir-birini əvəzləyir. Ümumiyyətcə sistemimiz yaxşıdır, HA'miz yaxşıdır, diarezimiz sistemə nəzarət edir. Ancaq bizdə bir datastore cluster olmasın, yəni datastorelarımızın təhlükəsizliyini nəzərə almasaq, hər an bir disk çökməsində və yaxud datastorelarımızdan birində olan problemdə bizim virtual maşınlarımızın sürətləri zəifləyəcək və bir yerdən sonra artıq biz məlumat itirməyə başlayacağıq. Bunun üçün də bizə bir datastore cluster lazımdır və diarezi də datastoreun üzərində aktivləşdirməliyik. İndi bəs bunu necə edək? Bunun üçün əvvəlcə yenə əvvəlki pəncərəmizdəyik. Datastore'a gəlirik. Bunlar bizim papkalarımızdır. Yəni storage aidiyyəti yoxdur. Bunlar sadəcə bizim datastore'larda səliqə salmaq üçün yaratdığımız papkalardır. Yadınızdasa əvvəlki dərslərimizdə bunu etmişdik. İndi biz data centrimizin üzərində sağ klik vururuq. Storage deyib New Datastore Cluster deyirik. Və görürsünüz ki, bizi balaca belə bir pəncərə qarşılayır. Yenə burada bir ad verə bilirik Datastore Cluster'ımıza. Fərqi yoxdur, nə ad verirsiniz. O sizin sisteminizdə görünəcək addır. Və görürsünüz ki, aşağıda yazılıb ki, Turn on Storage DRS, yəni DRS avtomatik olaraq burada aktiv gəlib. Biz bunu söndürəndə görürsünüz sol tərəfdə bir mövzu itdi. Yəni bu DRS-ə aid olan ayarları özündə cəmləşdirən mövzu buradan itdi. Məsələn, biz burada gəlib Turn on desək, görürsünüz Storage DRS və Storage DRS Runtime deyə bir ayar gəlir, ayar pəncərəsi gəlir. İndi gəlin aktiv şəkildə davam edək. Onsuz da bizim bir datastore cluster yaradırıqsa, biz istəyirik ki, orada DRS olsun ki, bu disklərdə hər hansı bir problem yaranarsa, disklər arasındakı məlumatları qoruma altına alıq. Next deyək. Bura yenə də DRS-də aktiv etdiyimiz pəncərəyə oxşar bir pəncərədir. Yəni manual olaraq və yaxud full automated olaraq seçimləri edə bilərik. Next deyirik. İndi isə buradakı ayarlarımıza göz ataq, çünki biz buradan istifadə edirik. Görürsünüz ki, avtomatik olaraq lazımlı bir ayar olduğu üçün enable vəziyyətdə gəlir. Biz bunu söndürüb də irəliləyə bilərik və yaxud enable edib aşağıdakı mövzularda biraz düzənləmə edə bilərik sistemimizə. Bu input-output metrikləridir. Alt sıraya gəlsə görürsünüz I/O latency threshold deyir. Yəni bu nədir? Burada sizin sisteminizdə yarana biləcək gecikmələrə görə DRS-in işə düşüb düşməyəcəyi haqqında bir dəyər veririk. Məsələn, biz deyirik ki, bizim sistemdə 15 millisaniyə gecikmə olanda bu DRS işə düşsün və yaxud artırıb bu gecikmələri azalda bilərsiniz. Space threshold dediyimiz bir bölüm var. Bu da bizim diskimizin doluluq və boşluğuna görə verdiyimiz ayardır. Yəni biz istəsək bunu gigabyte cinsindən və yaxud utilization space dediyimiz faiz cinsindən də dəyərləndirə bilərik. Məsələn, deyirik ki, burada əgər mənim diskimin 80% dolubsa, DRS-i burada başladır, yəni runtime ilə. Və yaxud biz gigabyte cinsindən də biz DRS-i runtime edə bilərik. Next deyirik. Görürsünüz ki, bizdən bir cluster seçməyimizi istəyir. Ola bilər siz standalone-da gedə bilərsiniz. Buradan hostları da əlavə edə bilərsiniz. Və yaxud cluster altından da hərəkət edə bilərsiniz. Məsələn, biz 2 cluster da seçib next deyə bilərik və yaxud bizim birinci clusterımız yox, sırf ikinci clusterımızın üzərinə irəliləmək istəyirik. Next deyirik. Və burada bizim əvvəlcə əlavə etdiyimiz datastorelarımızı görürük. Yəni biz bunların arasında bir cluster yaradacağıq. İkisini də seçirik və next deyirik. Burada yenə bizə qısa bir məlumat verir. Finish deyirik. Artıq görürsünüz ki, bizim datastore clusterımızı yarandı və üzərində DRS-imiz də aktiv vəziyyətə gətirildi. Datastore cluster sadəcə bu işə yaramır. Yəni üzərində DRS qaldırım ki, bu sistemə nəzarət etsin. Sadəcə bu işə yaramır təbii ki. Biz hər hansı bir virtual maşın yaratmaq istəsək, məsələn, buradan gəlib new virtual maşın desək, next deyək. Görürsünüz ki, bu pəncərəyə gəldikdə artıq biz lunları bir-bir yox, datastore cluster seçə bilirik. Bu bizə imkan yaradır ki, harda boş yer var, hansı diskdə daha performans yüksəkdir, hansı disk uyğundursa, bizim virtual maşını aparıb həmin diskin üzərində qaldıracaq. Və yaxud biz istəyə bilərik ki, spesifik olaraq
Falan lunun üzərində qalxsın. O zaman da gəlib burada disable storage diarez deyib həmin data storelarımızı da bir-bir seçə bilirik. Yenidən əvvəlki vəziyyətinə qayıtaraq data store clusterımızı seçib next deyib irəliləyə bilərik.